Hashimoto problemi sonsuzluğuyla əlaqəsini istəyərdim vurğulayaq mütləq. Bu da maraqlı bir sualdır. Demək, Hashimoto əgər tiroiditi hipotireoza gətirib çıxardarsa, yəni qalxana bənzər vəzinin tənbəlliyinə gətirib çıxardarsa, bəli. Bu zaman nə olur? Bizim istər-istəməz qadınların hamilə qalmasına sıxıntı ola bilər. Ona görə də hətta biz hamilə qadınların bəzən sonsuzluq araşdırarkən mütləq şəkildə baxdığımız analizlərdən biri də TSH-dır ki, yəni əgər TSH-ımız çox yüksək miqdardadırsa, bu zaman nə olur? İnsanların hamilə qalmasında bura çətinlik çəkilir. Hətta ona görə də bütün sonsuzluqlarda rutin analizlərdən TSH var. Hamilə qaldıqdan sonra da mütləq şəkildə birinci, ikinci trimestr və üçüncü trimestrdə, hər trimestrdə biz qalxana bənzər vəzin izləyirik. Çünki uşağın beyni inkişafı üçün mütləq vacibdir qalxana bənzər vəzinin hormonları və eyni zamanda bəzən də zəhərli zob zamanı da bu çox görmərik sonsuzluq, amma bu zaman daha çox gördüyümüz şey nədir? Erkən düşüşlər, erkən doğumlar daha çox müşahidə olunur. Ona görə qalxana bənzər vəzinin mən girərkən mövzuya bir orkestra şefi demək səbəbim budur. Yəni heç bir orqan deyə bilməz ki, mən qalxana bənzər vəzinin asılı deyiləm. Xeyr, hər bir hüceyrəmiz, hər bir orqanımız qalxana bənzər vəzinə möhtacdır. Ona görə qalxana bənzər vəzin orkestra şefidir. Orkestra şefini kim əsəbləşdirsə, onun da nəticəsi fərqi var.